Qurğulardan hansı çıxış qurğusudur? Gəlin bir-bir baxaq. Əvvəlcə çıxış qurğusunun nə olduğuna keçid edək. Bizdə qurğular, yəni periferiya qurğuları iki hissəyə bölünür. Giriş qurğuları və çıxış qurğuları. Giriş qurğuları məlumat, yəni informasiyanı kompüterə daxil edən qurğulardır. Çıxış qurğuları isə informasiyanı, yəni məlumatı kompüterdən xaric edən qurğulardır. Skaner bizdə görüntü informasiyasını kompüterə daxil edən qurğudur. Yəni o bir giriş qurğusudur. Skaner nə edir? Kağızın üzünü skan edir və kompüterə görüntü informasiyası kimi ötürür. Monitor. Monitor nə edir? Görüntü informasiyasını xaric edir, yəni ki, istifadəçiyə ötürür. Yəni o nədir bizdə? Bir çıxış qurğusudur. Yəni cavabımız monitordur. Digərlərinə də nəzər salaq. Mikrofon bizdə səs informasiyasını kompüterə daxil etmək üçün olan bir qurğudur. Yəni ki, o bir giriş qurğusudur. Kamera da eyni şəkildə görüntü informasiyasını kompüterə daxil etmək üçün olan bir qurğudur. Digitizer isə yenə görüntü informasiyasını kompüterə daxil etmək üçün olan bir qurğudur ki, mən burada qələmdən istifadə edərək nə edə bilərəm? Məlumatı kompüterə daxil edə bilirəm. Yəni o bir giriş qurğusudur. Sən bu məlumat nə ola bilər? Hansısa bir rəsm ola bilər, hansısa bir qrafik element ola bilər və ya qrafik elementin daxilində bir mətn ola bilər və s. kimi məlumatları nə edər? Digitizer kompüterə daxil edər. Burada cavabımız B variantı monitor qurğusu olur.